Piyadalar diqqətli olun şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə həyata keçirilən aksiya noyabrın 3-nə qədər davam edəcək. Aksiyanın təşkili hansı zərurətdən irəli gəlir və məqsəd nədən ibarətdir? İzləyək, bilək. Xanım, keçid olduğu təqdirdə niyə oradan istifadə etmirsiniz? Baxın, tələsirsiniz, başa düşdüm sizə, amma nəzərə alın ki, sizin tələsməyiniz ağır yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər. Piyadalar diqqətli olun adı altında keçirilən bu reyd həftəsi ərzində əsas məqsəd hər bir kəsin yolda davranış məsuliyyətini artırmaqdır. Bəs görəsən hamı yol hərəkəti qaydalarına əməl eləyirmi? Bugün biz sizlərin təhlükəsizliyinin təmin olunması istiqamətində paytaxtın müxtəlif istiqamətlərində tədbirlər keçiririk ki, sizlər mənzil başına rahat və təhlükəsiz şəkildə çata biləsiniz. Və nəzərə alın ki, siz yeraltı piyada keçidi olduğu ərazidə özünüzü təhlükəyə atırsınız. Ümumilikdə məqsədimiz sizlərin təhlükəsinin təmin olunmasıdır. Biz də xahiş edirik ki, bu məsələdə siz də diqqətli olasınız. Keçiddən niyə istifadə eləmirsiniz? Baxın, sizin rahat, təhlükəsiz hərəkətiniz üçün keçid var. Yox, gözləyin, xahiş edirəm, mən söhbət edirəm sizinlə. Oradan siz bu dəqiqə inzibati məsuliyyət daşıyırsınız. Sadəcə bizim sizə bu dəfə xəbərdarlıq edirik. Keçiddən niyə istifadə eləmirsiniz? Mütləq şəkildə istifadə edin. Görürsünüz, bax sizin oradan keçməyiniz yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır. Piyadalar diqqətli olun adlı aksiyanın təşkili piyadaların yollarda təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verən yol nəqliyyat hadisələri ilə əlaqədardır. Dövlət Statistika Komitəsinin hesablamalarına görə Bakı şəhəri üzrə hər 10 piyadadan 6-sı yol keçərkən qayda pozuntusuna yol verir. Piyadaların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eyni zamanda qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, həyata keçirilən inzibati təmbih tədbirlərinə, eyni zamanda profilaktik tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar ki, həm özlərinin, eyni zamanda sürücülərin həyat və sağlamlığını təhlükə altına atırlar. Piyada qəzalarının əksəriyyəti piyada zolaqlarının yaxınlığında, yeraltı piyada keçidinin üstündə, yerüstü piyada keçidinin yaxınlığında baş verir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə bütün yol nəqliyyat hadisələrinin 42,1%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib. Ümumən qəzaların 87,2%-i yaşayış məntəqələrində qeydə alınıb. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9% azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3% azalaraq 472 nəfər olub. Mütəxəssislər isə hesab eləyirlər ki, piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalması görülən profilaktik tədbirlərin nəticəsidir. Emil Məlikov, Real Əsədov, ASTV Xəbər.